Herkese salam. Bugün saat tezdən çıxmışam. Hələ də qaça-qaçdayam. Hələ heç bir işimi həll eləməmişəm. Deməli, indi gəldim kargoya. Nəsə mikrofonumu qoşa bilmədim. Ola bilər burada səsim biraz zəif çıxsın, amma editləyəndə düzəldəcəm. Gəldim kargoya. Makyajsızam çünki gedəcəm Kiprik qaynağına. Bu video başdan ayağa Baku Fashion Week-ə aid olacaq. Ora necə hazırlaşıram, nələr eləyirəm, nə geyinəcəm, nə alacağım. Bugün gedib bir neçə aksesuarlarım var, onları alacağım. İndi gəldik kargoya. Kargomu götürüm, qalanı danışacağım. Salam. Gel kardeş, gel gir içeri. Harikasınız. Ödənişi alınıb. Çox sağ olun. Peki ben keçitten geçtim. Düzü ben hamamı. Yok. Oradan Almarket'e Götürdüm kargomu. Bunu da 3 həftədir bu kargoda saxlamışam da. Yazılı gəlib heç cür götürə bilmədim. İstər ki, make-upsız ola bilər, çox çirkin görünürəm. Amma olsun. Kompleks etmirik. Saat 1-də Kiprik qaynağının yanında olmalıyam. Keçən dəfə xanım xəstələnmişdi deyənə. Dedi, evdə uşağınız var deyənə gəlməyin. Mən də okeyləşdim təbii ki. İndi gedirəm Sabada. Pakazın ilk günüdür. Görək necə olacaq. Hava nə istidir, nə soyuqdur, qəşəngdir. Ümid edirəm sona qədər belə qalar, külək əsməz, yağış yağmaz. Çünki işim çoxdur. Bəlkə heç hamısını çatdırmadım. Hələ Mədinənin yanına getməliyəm. Bir dənə geyimlər hazırlamışam ki... wow. İçində bir dənə yoldaşıma köynək sifariş vermişəm. Bir də mən özümə göy dəst almışdım. Instagramda, TikTokda məni izləyənlər bilir hansı dəsti deyirəm. Zara'dan onu çox axtarmışdım. Mən onun pencəyini ütü ilə yandırdım. Mən ağıllı onu yandırdım. Ən sevdiyim yəni dəst idi. Və mən nə etdim? Təbii ki, ikincisini sifariş verdim. O yandırdığımı da qolun kəsəcəm, yayda axşamlar sərin olanda geyinəcəm. Məncə qəşəng idi. Elə bil ki, 2 dənə dəstim olmuş oldu. Deməli, keçən dəfə getdim. Yarım saat vaxtım var. Ümid edirəm tez bazar yeyib qutararam bunu. Keçən dəfə getdim, mən analiz verdim, qan analizi verdim. Həkim vitamin D yazıb. Həftədə bir dəfə içməliyəm. Çox qəribə bir vitamin D-dir. Çünki normalda görmüşəm ki, tabletka kimi olur. Hər gün səhər içirsən, edirsən. Buna amma hansısa bir yeməyə, yoğurta falan tökürsən, qatıqla yeyə bilərsən. İndi mən də mağazindən bir dənə belə yoğurt aldım. Sliviçni, tvarojni. İçində şokolad, xrustyaşı şokoladlar falan var. Ümid edirəm qusmaram, yeyə bilərəm. Yəni tez bazar mən bunu yeyim. Özümlə qaşıq da gətirmişəm hətta. Yəni də belə qaşıq götürmüşəm. Yüngüldür, qəşəngdir. Adamın ürəyini vurmur. O biri tvaroqlar kimi belə üstündə su falan yığılmır. Ümid edirəm bunun düz düşünmüşəm də, yəni hamısını tökməkdir də. Gözlə bir dəqiqə mən həkimin səsinə qulaq asım. Düz başa düşmüşəm, ay Allah. Nə? Tökürəm bura. Nəyə görə belə iyrənmiş bir formada şey eləyirəm? Çünki uşaq vaxtı 100% ki, aranızda kimsə içib. Uşaq vaxtı mənə balıq yağı içizdirmişdilər. Yağın özünü. Apteklərdə satılır. Yəni bir də görürsən tabletkası, kapsulası falan olur. Yox, mənim yağın özünü içizdirmişdilər. Yəni həyatımda ən iyrənc bir dərman idi də, yəni ondan sonra mən heç vaxt o qədər iyrənc heç nə içməmişəm, yeməmişəm, yəni dəhşət bir şey idi. Nəysə, mən bunu indi tez-tez yeyim. Kamera qarşısında yemək istəmirəm, amma bir dənə dadına baxıb sizə demək istəyirəm ki, nə dad verir. Dadı yoxdur ki. Nə qəşəng, dərman dadı verir. Mən dedim, indi dərman dadı gələcək, yox.
Yedim. Tvaroqun hamısını yedim. Bir dənə belə hot dog almışdım. Qəşəng iyi gəlirdi. Bunu da yeyim. Qarnım tox olsun. Yedim, qaçım. Hot dog da hazır. Yedik, içdik maşında. Tez bazar. Yoxsa gəlib hardasa oturub yeyərdim. Bir də xanıma rafiyolla almışam. Mənim xoşum gəlir ümumiyyətlə usta yanına gedəndə. Kiçik də olsa bir şirniyyat almaq. Nə bilim, məncə böyük bir şey deyil. Yəni kiməsə evinə gedirsən də sonuçta, yəni. Kstati, yaz və payız aylarında çalışın gedib vitaminlərinizi yoxlatdırasınız. Nə qədər də əsas da D ilə C vitamini. Yoxsa saç tökülmə, nə bilim, dəri rəngi yayılma, ləkə olma falan bu tip şeylər çox olacaq. Mənim yenə beşim çox oldu, özümdən çox oldu. Neyse, götdüm. Üşüdüm. Bir şeydim, jiletimi geyinərdim. Üşüdüm konkret. Hava soyuqdur. Bu tərəf ümumiyyətlə Yasamal, tərəf ümumiyyətlə küləkli olur. Qısaca mən Yasamal uşağıyım. Göydə göy qurşağı, yerdə Yasamal uşaqları. Heç nə görünmür. Niyə? Heç də eləmədim ki, kiprikdən sonra eləyəm. Hə, problem yox. Qəşəng olub. Açın. Baxın. İndi eləyin. Belə olar ki, belə kameraya bütöv eləyəsiniz, biləcəm. Ki, sonra keçidi düzəldək. Belə? Hə. Yumun. Açın. Baxın. Eləyin. Əla. Olmadı? Əla. Bir dənə şəkildə çəkəm. Bir dənə baxın. Baxın. Oy. Çox qəşəngdir. Getdik, üzü vuruldum işə. Getdik. Baxın. Başınızı düz saxlayın bu yana. Bu Almina xanım. Almina xanımındır. Başını oynatacaq. Bircə saniyə. Mən kiprikdən çıxdım. Kipriklərim mükəmməl alındı. Çox təbii alındı. Düzdür, indi makiyajsızam deyənə biraz belə həm də yorğunam, yuxusuzam. İndi makiyajımı da eləyəcəm. Olacam, gedirəm aksesuarlarımı almağa. Qısaca sabahları, yəni mən Baku Fashion Week-dəyəm, elə də hazır deyiləm, yəni. Korsetimi yəqin ki, sabah gedib götürəcəm. Yəni indicə Mədinə ilə danışdım. Gedib sabah götürərəm onu. Bugün ona vaxtımı ayırmayım. Bugün əsas gedim. Probkaya da düşmək istəmirəm. Saat 4-də qalıb. Qaçdım mən. Gəldim 28-in moluna. Qaranlıq görünə bilər. Amma makiyaj, biraz küçük makiyaj eləyim. Gedirəm 28-in perixoduna, keçidinə. Oradan alacaqlarımı alıb qaçıram evə. Maşını burada molda saxladım. Güclə bəlanəm bir dənə yer tapdım. Həmişəki o çətinlik, maşın parkovkası tapama. Hələ görüm mən ümumiyyətlə burada istədiyim şeyləri tapacam. Bilmirəm, niyə aksesuar fikirləşəndə aksesuar bildiyiniz, yəni o üzük, qolbaq, sep, onları demirəm. Belə qalstuk falan istəyirəm. Bilmirəm, yəqin ki, burada taparam. Bura indi yəqin ki, qaranlıq olacaq. Bilmirəm, yəni editləyəndə yəqin ki, biraz işığını açaram. Buranı heç sevmirəm. Bura axırıncı dəfə bura uşaq olanda gəlmişdim, yadımlarımdan penal alırdı, nə bilim, çantaları falan alırdılar. Burada keçiddə girən kimi dəftər yeri var, kitab dəftər yeri var. Oradan testlər, zadlar avardıq eləyərdik. Görək. İşte kaç çıksın? 9 yaş çıxır o. 9 yaş məsələn yuxarı gedir. Görək nə tapırıq. Mənə nə lazımdır mənə?
kişi qalstukları satılan yer lazımdır. Ay, yaxşı deyil, bu işıqlı, nə qəşəng olur. Qalstuk yeri, qalstuk satılan yerlərdə var. Bura çox sağ ol. Tamam, sizdə qalstuk olur. Mənə 3 dənə qalstuk lazımdır. Bordovo rəngdə. Barış. Bahalı bir şey lazım deyil mənə. Yox, neçə istəyirsən? Yox, mən bax belə Yeməli barda olur. İş bazarda yox, tutacam. doğrudan. Bir də biraz enli. Ancaq bunlar da qalstuklar. Bəli, bəli. Bundan barımdır. Yəni belə sözün açığı bahalı mal da saxlam, amma indi mən belə öz mayəsindən hesabını verirəm. Onlar fırlanım gəlim. İndi bu dəqiqə girmişəm fırlanım. Yox, yəni bir dənə ən yaxşı deyim var. Qabaqda 43 milyon mağaza var. 43. Bəli, heç yerə getmir. Bir dənə çünki klassik dükan ancaq orada satılır. Tamam. Bu geri alet satanda çamadanlar gelir. Çamadandan keçən kimi arxa. Tamam. Çox sağ olun. Hə, saç broşkası da lazımdır. Ay, zaryadkam da zar. Yaxşı ki özümdən zaryadkanı götürmüşəm. Çamadanlar deyir keçəndən sonra 43 nömrəli mağaza dedi. Görək. 43. 43 bu 40. Tamam. Mənə qalstuk lazımdır. Bu tərz bir şey. Qalstuku aldım. İndi qaldı broşka. Broşkanı da istədiyim broşkanı. Əslində hər yerdə satılır o broşka. Burada olar, görəsən. Bura baxama. Tamam. Sizdə bu broşkadan var. O dəmir çıx-çıx da. Hə, adi. Yox. Burada broşka yeri falan hardadır belə satıblar? Sırf broşka yeri yox. Aksesuar yeri yox. Aksu, bijuteriya falan. Bijuteriya. Orada olar. Çox sağ olun. Taparım. İndi ən asan şeyi tapmayacağam mən inansız. Tamam. Sizdə broşka olur, saç üçün broşka. Yox. Bunu axtarıram. Bunu. Tamam. Qiymətləri var bunların üzərində. Bunların yoxdur axı. 12. Bunlar? Hamısı 12. Əvvəlki broşkalar deyə belə. Var? Ayda çox lazımdır. Bunda neçədən? Neçədir bu? 50 qəpik. 1, 2, 3, 4, 5, 6, 7 dənədir. 7 dənədir. Gedim görüm nə qədər çox tapa bilirəm. Çox sağ olun. Ən asanını ən çətin tapacağam. Mən deyirəm ən rahat onu taparam. Hardan alacağam mən onu? Tapmasam nə edəcəm bilmirəm. Konkret bilmirəm nə edəcəm tapmasam. Nəsə eləməliyəm. Tapmalıyam. Məcbur tapmalıyam yəni. Elə bir mənə lazım, hiss elədi ki, mənə lazımdır. Birdən-birə yoxa çıxdı. Yoxdur. Burada da yoxdur. Sağ olun. Sizdə belə broşka var. Yox. Sağ olun. Sizdə belə broşka var. Neçə dənə var? Nə qədər varsa verin mənə. Bu mikrofon. Kameraya qoş. Qəşəng. Neçə dənədir bunlar? 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə. 12, 24, 36, 48. Mənim başıma bəs eləyər bu. Azdır. Bir dənə. Bir dənə. Neçə dənədir? 48.
60 dənə. Neçəli var şu dənəsi? Soruşmam, bəlkə 2 manatdandır. Bir dənəsi 25-dir. Hə, olsun yaxşı. 60, İşin çətini kombini yığmaq deyil. İşin çətini Bakı Fashion Week-ə getmək deyil. İşin çətini ona uyğun aksesuarları tapmaqdır. Geyimi belə, hətta yəni rahat tapırsan da, aksesuar tapmaq çox çətindir. İlk günə geyimim hazırdır. Ola bilsin, əgər alınsız arada baxacağam, görüm onun altına. İstədiyim bir dənə ətək var, düşündüyüm. O olsa onu geyinəcəm, olmasa məcbur yəni şalvar var, onu geyinəcəm onun altına. Özüm belə üstü örtülü danışıram ki, onsuz da məni TikTokda, Instagramda izləyənlər, hər kəs birinci geyimimi görəcəklər. Yəni ən birinci onlar görəcəklər. YouTube vlogumu yəqin ki, günün sonunda əgər alınsa, yorulmasam. Yox, alınmasa, təbii ki, bazar günü son gündür, birinci gün artıq YouTube vloqunu paylaşacağam. Bu tip tədbirlər olanda ən birinci geyim, makiyaj, saç, siz görmək istəyirsinizsə Instagram və TikTok səhifəmə abunə olun, izləməyə alın. YouTube'umu da həmçinin. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. Salam. Bir dənə bundan verə bilərsiniz mənə. Hə. Saat 3-ə işləyib. Tez girdim. Bravodan bir göbələkli dürüm aldım. Saat 4-də isə make-upda olmalıyam. Yenə mən qaça-qaçdayam, yenə mən tələsdirəm. Oy. Külək məni uçurtmasa, əsas da saçımı uçurtmasa yaxşıdır. İndi gedirəm Mədinənin atelyesinə. Ondan tez geyimimi götürəm. Oradan da qaçam make-up'a. Gelmişəm marketə. Yəni gənclər okeydə, gənc qızlar falan, oğlanlar yəni normal baxırlar, prosto baxırlar. İndi maraqlıdır, fərqlidir. Təbii ki, baxmalıdır. Ya bu xalalar 50 yaş üstü də, 40 yaş, 50, 40 yaş yox, 50 yaş üstü. Ay aman, niyə elə süzürsüz axı? Nə olub baxın? Yəni mən heç yerim çöldə deyil, heç bir şey deyil. Səbəb nədir də o məni elə süzməkdə? Özü də bir var gülümsəyərək baxasan. Məsələn, bir dənə babuşka var idi, nənə. O məsələn mənə gülümsəyərək baxdı da. Yəni belə priyatni, adama xoş gəldi. Biri belə baxdı. Yəni bu nədir də geyinib də? Daha doğrusu iliyib saçını. Məncə gənclərimizin qabağa getməməyinin, istədiyi həyatı yaşamamağının çərçivədən danışıram da mən, yəni normal beyindən danışıram. Çox şeydən məhrum olmaqları, bax elə insanların, 50 yaş üstü xalaların bu hərəkətləridir. Belə baxmaqlarıdır. Gəl.
Mədinə özü burada yoxdur. Dedi ki, qoymuşam ora, gir götür özünü. Bax, Mədinə, burada olsaydın, vloguma düşəcəkdin. Tak, qapı hansıydı? Ya var ya, qapı hansıydı? Nə bilim. Qaçın maşına. Oradan make-up'a gedirəm. Maşında özüm çəkmirəm. Çünki son vaxtlar maşında vlog çox çəkmişəm. Sıxılmayasınız deyə. Ona görə kamera salonda çəkəcəm. Saça öyrəşməmişəm deyənə oturanda üstündə otururam. İndi gəldim salona af qoyam. Make-up eləyəcəyik. Make-up da seçmişəm. Hələ ki, nə Instagramda, nə TikTokda heç yerdə paylaşmamışam. Hələ heç kim görməyib. Make-up olandan sonra, geyinəndən sonra olacaq da, oturacaq yerine. Və Bakıya fəşiliqə hazıram. Çatmışam, amma parkovkadan əmin deyiləm deyənə düşmürəm maşından. Fikirləşirəm ki, biraz da gedim qabağa, bəlkə yer taparam. Bayaqdan 2 dəfə fırlamışam, yer tapmamışam. Bəlkə oralarda yaxında, daha yaxın bir yerdə taparam. Bakı Konqresdə keçiriləcək. Burada bu dəqiqə çətindir, probkadır, fırlandıqca da vaxtım gedir. Məncə elə burada saxlayım, düşüm, gedim. Görək başımıza nə gəlir.
vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast, I can roast, I can gas, think I'm okay at last, but I don't know if that can erase all the past.